Hazırda Bakıda Azərbaycan xalqına qarşı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətməkdə ittiham olunan şəxslərin məhkəmə prosesi həyata keçirilir və onlar ədalət məhkəməsi qarşısında cavab verirlər. Bu sözləri jurnalistlərə açıqlamasında prezidentin köməkçisi Hikmət Hacıyev deyib. Bildirib ki, bu Azərbaycan xalqının uzun müddətli gözləntisi və haqlı tələbi idi. Prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistan rəhbərliyinin bu məhkəməyə qarşı bütün resurslarını səfərbər edərək lazımsız bir propaganda kampaniyası apardığını qeyd edib. Onların havadarları da elə bugün Avropa Parlamentində də Ermənistanın maraqlarını təmsil edən müxtəlif lobby qrupları Azərbaycana qarşı yeni bir qətnamə layihəsini qəbul etmək fikrindədirlər və bu da xüsusilə məhkəmə ilə əlaqədardır. Bu məhkəmədə mühakimə olunan şəxslər qanun qarşısına cavab verirlər. İnsanlıq əleyhinə və müharibə cinayətləri törətmiş şəxslərin azadlığa çağırılması, onların əsir və girov adlandırılması bu özü beynəlxalq münasibətlərə, insanlığa qarşı bir təhqirdir və bu qəbul edilməz bir haldır. Onların mühakiməsi davam etdiriləcəkdir. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətninin və təşəbbüsünün müəllifi Azərbaycandır. Bu, məhz Azərbaycan tərəfindən Ermənistana təqdim olunub. Prezidentin köməkçisi bildirib ki, buna baxmayaraq Ermənistanla Azərbaycana qarşı törətdiyi insanlıq əleyhinə cinayətlər və digər əməllər yaddan çıxacaq faktlar deyil. Bütün bunlar ümumi kontekstdə nəzərdən keçirilməlidir. Çıxışında cənab prezident tərəfindən də qeyd edildiyi kimi Ermənistanın konstitusional əsasda Azərbaycan Respublikasına qarşı ərazi iddiaları hələ də davam etməkdədir və Ermənistanın konstitusiyasında dəyişilməli olan məqamlar vardır ki, bu nəticə itibarilə regionda davamlı sülhün bazasını və əsasını təmin etməlidir. Nəzərə almaq lazımdır ki, dövlətlərarası münasibətlərdə münaqişələrin həllində ölkələrin konstitusiyasının dəyişdirilməsi bu birinci hal deyil və bu xüsusda bir sıra presidentlər də var. Hikmət Hacıyev bildirib ki, Ermənistan bəzi havadarlarının dəstəyi ilə artıq keçmişin bir aləti olan hər hansı bir funksiyası olmayan Minsk qrupunun hər bir vəcdə saxlanmasına da cəhd göstərirlər. Minsk qrupunun yaradılanda onun təməlini məhz münaqişənin həll edilməsi təşkil edirdi. Münaqişə yoxdur. Ermənistan-Azərbaycan arasında normallaşma prosesi getdiyi bir şəraitdə Ermənistan tərəfi yenə də səmimiyyət nümayiş etdirməyərək Minsk qrupu kimi lazımsız bir alətin saxlanmasına çalışır. Prezidentin köməkçisi əlavə edib ki, bu kimi məsələlər xüsusilə də Ermənistanın konstitusiyası ilə bağlı məsələləri aradan qaldırmasından sonra regionda sülh gündəliyi üçün daha yaxşı şərtlər formalaşa bilər. Rövşən Əliyev, Bəkir Əşimov, Fidan Səfər, Space xəbər.